Bugün sizlerle birlikte topludan çalışmalar işləyəcəyik. İlk növbədə istəyirəm ki, PDF hissəsindən tapaq. Çalışmalarımıza başlayaq. Kimyanın iki xassələri, qarışıqların ayrılma üsullarından başlayacağıq. Burada nisbi molekul kütlələri ola bilər, müəyyən sualları işlətməyəcəm. Sırf 1-ci sinif 5-ci bölməyə aid olan tapşırıqlar. Birinci sual. Distillə ilə ayrılma üsulu əsasən maddələrin hansı xassəsi müxtəlifliyinə əsaslanır? Distillə üsulu əsasən maddələrin qaynama temperaturlarının fərqinə əsaslanır ki, ən birinci qaynayan maddə qalxır yuxarı. Sonra qaynama temperaturu var. Biri 78 dərəcə, məsələn, etil spirtidir. Biri 100 dərəcə, H2O-dur. Bunları qaynatsa ən birinci hansı buxarlar? Təbii ki, etil spirti. Çünki qaynama temperaturu azdır. 100 dərəcəyə başlayan, 100-dən başlamır ki, 0-dan yavaş-yavaş qalxır 78-ə. Cavab B. Durultma üsulu ilə ayrılma üsulu maddələrin hansı xassəsinin müxtəlifliyinə əsaslanır? Sıxlığının. Təbii ki, yəni burada heç bir variant getməz. Niyə? Baxın, deyək ki, bu bizim kolbamızdır. Bu bizim kolbamızdır. Burada da ki, alınan məhluldur. Burada iki maddə var. Həm var duru yağ, həm də var su. Bu sıxlıq fərqinə əsaslanır. Sıxlığı yəni bir növ kütləsi kimi də. Sıxlığı çox olan aşağıda olur. Sıxlığı çox olan isə sıxlığı çox olan aşağıda olur. Sıxlığı az olanlar isə yuxarıda. Yağın sıxlığı suyun sıxlığından azdır deyə yuxarıdadır. Su isə yağdan çox deyə aşağıdadır. Yəni bu müqayisə etsək, yağ sudan sıxlıqlarına görə kiçikdir. Buradan da birinci yağ yox, ən birinci burada su gəlib töküləcək. Bu yağa çatanda bu kranı bağlayırıq, yağ ayrılır. Xromatoqrafiya ilə ayrılma üsulları əsasən maddənin hansı xassəsinin müxtəlifliyinə əsaslanır? Ərimək heç cür, qaynamaq heç cür, həll olma. Bir çox maddədə var bu. Donma temperaturudur, aid deyil. Adsorpsiya qabiliyyəti aiddir. Adsorpsiya qabiliyyəti odur ki, bir maddənin başqa bir maddənin səthi tərəfindən udulması hadisəsinə deyilir. Buna məsələn sizə göstərsək, belə olacaq ki, məsələn, adsorpsiya hadisəsini. Adsorpsiya hadisəsində baxın, bir növ belə bir şeydir. Tərifi də budur ki, bir maddənin başqa bir maddənin səthi tərəfindən udulması. Xromatoqram bilirsiniz də nədir? Xromatoqrafiyadakı o vərəqdir. Vərəq burada başqa bir maddə götürürük. Məsələn, əvvəl cümləni ya da cümlə üzərində bir izah edəcəm. Elə bunu biraz tutum ki, belə yaxşı görəsiniz.
Burada biraz kısa oldu. Bakın. Deməli burada bir madde mesela olabilir renkli su qarışığı. Bilmirəm nə rengi var. Bəlkə mən qırmızı, mavi düşürüm. Bəlkə sarı, yaşıl var bu içində. Bilmirəm. Bir maddənin başqa bir maddənin, yəni xromatoqramın səthi tərəfinin udulması hadisəsidir. Təsvir etsəm onu məsələn bu hissəni belə rəngləyək. Məsələn bu ağ olan hissəmiz xromatoqramımızdır. Bu xromatoqramı məsələn açıq xromatoqramdır. Maddə qarışığından məsələn çəkib biz onu görürük ki, məsələn baxdıq bunun üstündə qırmızı da var, sarı da var, yaşıl da var. Qarışığın tərkibində daxil maddələri biz gözlə görə bilirik. Xromatoqrafiyanın da iki növü var. Kağız xromatoqrafiyası, kolon xromatoqrafiyası. Kolonu yəni hələ ki mənə aid lazım deyil deyə başa salmıram. Belə lazım olsa ki, Trot metoduna biraz oxşuyur. Kolonun absorbentindən istifadə olunur. Növbəti sualda deyir ki, hansı kimyəvi işarə bəsit maddəni göstərir? Baxın, yəni bunu mən məsələn burada verilib neon, helium, hidrogen, xlor, neon, azot, bir də bu deyəsən şey olmalıdır. Berilyum olmalı. Çünki burada bu hissə düşmədi. Silinib deyə. Bu işarə bəsit maddə göstərir. Təbii ki neon aiddir. Burada argon aiddir. Bəsit maddələrdən ibarət çərəkən istəyəndə isə biz burada baxın başlayaq sadə gedək. O2 bəsit bir maddədir. HCl mədə turşusudur bu. Artıq getdi birləşmədir. H2O-dan ilə birləşmədir bu. H2O N2'ye baxmayın, başqa addır. Bu da N2 var, HCl var. Avtomatik getdi. Bir dənə H2 var ayrı. Bir dənə də O2 var ayrı. Cavab C. Çünki ayrı elementdir. Mürəkkəb maddələri göstərin. Tərkibində bir dənə də element var, bir dənə də NH3. Amonyak. Amma burada bir dənə azot var. H nitratda bir dənə həm hidrogen var, həm azot var, həm də oksigen var. Kükürdləməsində yoxdur. Cavab oldu 1 və 3. Bəsit maddələri müəyyən edin. Bəsit maddə burada dəmir və kükürt qarışığı, dəmir və kükürt 1-4D variantı. Nəcib qazı göstərin. Nəcib qaz o deməkdir ki, təsirsiz qaz, havada olan təsirsiz qaz. Bura aiddir helium, şarlardan neon, argon, kripton, xenon, radon elementlər daxildir. Dövrü qanununda da görə bilərsiniz bunu. Neon var, argon da var. İki atomlu bəsit maddə əmələ gətirir. Mən bunu məsələn belə yazma saxlayıram ki, məsələn N2 deyə məsələn bir şey düşünə bilirəm. N2 var. C2 silisium 2 də yoxdur. C2 olmur. Helium ümumiyyətlə H2-də heç nə olmur. Dəmir 2, ferium 2 də ola da ferium 2 olan birləşmələr də var. Amma bəsit maddə əmələ gətirən ən təbiisi azotdur. Gətirməyəni istəyir. O2 ilə oksigendir. Daha sonra
Burada gətirməyən istediyi silisyum təbii ki. Metal müəyyənliyin. Dəmirdə var, F-lə başlayır. Flor da var, F-lə. Baxın. Bu flordur. Flor benim flordur. Elə baxın, elə buradan metal deyil bu. Oksigen qazdır. Metal təbii ki dəmirdir. Bu qalanlar metal deyil. Qazdır, eller var. Ola bərkdir. Qazda olan, yəni metal deyirlər bunlar. Qeyri-metalı göstərir indi. Bunlar bir-birini atırıq. Zını, yəni zeyn, sink. Sink metaldır. Daha sonra demir ile burada seçtiği metaldır. Natrium da metaldır. Hatta natrium kloru da bilirsiniz ki metal ile gaz karışığını bir reaksiyasıdır. Daha sonra O2 oksigen gazıdır. Daha sonra oksigen gazı ise gazı diye atırıq. Alüminyum da metaldır. Növbəti sualda. Dəmir və kükürddən ibarət qarışıqdan dəmiri necə ayırmaq olar? Dəmir feryumdur. Kükürt də estir. Baxın. Kimyəvi birləşmə ayrıdır, qarışıq ayrıdır. Dəmirlə kükürddən ibarət qarışıq deyil. Yəni qabdır, qabın içində bir dənə 500 qram feryum var, 400 qram da kükürdüm var. Bunu mən burada maqnit təsir etməklə ayırıram. Müxtəlif isti qarşından ayrılmış üsuldur. Amma feryum S birləşməsi bu artıq yeni maddə ilə gəlir. Qarışığın tərkibinin artıq xassələri gedir. Kimyəvi birləşmə olanda xassələri dəyişir. Məsələn, xlor zəhərli qazdır, amma birləşməsində natriumdan hər gün yediyiniz xörək duzudur. Daha sonra duda, his bunlar isə lazımdır. Xörək duzu natrium xlor ilə çay qumu qarışığında bir-birini necə ayırmaq olar? Burada da buxarlandırıb maqnit təsir etmək yoxdur ki, bir cəzb olunmu necə eləyəcəksən? Xromatoqrafiya da aid deyil. Su ilə deyir ki, su ilə qarışdırırıq, süzüb buxarlandırırıq. Bu da doğru cavabdır. Daha sonra su ilə qarışdırıb distillə etmək ilə də ki, cavab əldə edilmir. Təbii ki, cavab A variantı. 4 variantlı elementin oksidinin molyar kütləsinin oksigen molyar kütləsinin olan nisbəti 2-yə bərabərdir. Nisbatın kütləsi lazım deyil. Homogen qarışıq, incəsi qarışığı göstərir. Qum xörək duzu. Dəmir qum. Baxın. Benzinlə suda görürük ki, həll olmur. Getdi. Dəmirlə qumda da görürsünüz. Burada benzin kükürdlü suda. Amma xörək duzlu suyu görürsünüz ki, artıq gedib həll olub. Gəlin bir də buxarlandırırsan ki, ayıra biləsən. İncəsi qarışığı müəyyən edin. Kükürt tozun qumla qarışığı tamamilə səhvdir. Qumun gillə qarışığı kükürt tozu ilə etil spirti su ilə qarışığı. Kvantitetli metalın sulfat tuzu molyar kütləsi lazımdır. Bromid tuzu lazım deyil. Bir atomlu bəsit maddə. Argon, helium. Çox atomlu bəsit maddələr. Çox atomlu bəsit maddələr məsələn P4, allotropiyada aiddir. P4, S8, allotropiyada kükürt, fosfor, D variantı. Növbəti sual. Artıq son az qalıb. Çalışma 50'ye çatdıqda artıq sonlandıracağıq. Hansı altı bəsit maddə haqqında söhbət gedir? Qarışığın tərkibində isə bəsit maddə, kimyəvi birləşmənin tərkibində isə artıq yeni maddə söhbət açılıb. Bu sizə lazım deyil bu sual. Bu sual da lazım deyil. Qaz halında olan 2 atomlu bəsit maddə. Təbii ki, azot ilə xlor. Qaz halında olan 1 atomlular isə argon, helium. Çox atomlu bəsit maddələr əmələ gətirənlər. Məsələn, kükürt,
S8 fosfor P4 A variantı. Müxtəlif sizdə heterogenləri seçməyə verib 2, 4. Xörək duzu 7, su da 7, şəkər 7. Çünki bunlar eyni cinsliyə aiddir. Həll olurlar. 2, 4. Olacaq A variantı. Eyni cinsləri seçməyə verib yenə bizə. Baxın, qlukoza nə olduğunu tutaq ki, çıxdı gəlsin ki, mən bilmirəm qlukoza nədir. Yaxşı, başda öbürlərindən eyni cinsləri istəyir. Neft su eyni cinsli olur? Yox. Qum su da olmur. Daha sonra xörək tozu su olur. Glukoza su oldu deməli həll olur ki, xörək tozu da həll olur. Yalnız 3 variant yoxdur ki, deməli cavab 1 və 3-dür. Y. Qarışıqlar müəyyən etmə verilib. Hava qarışıqdır. Daha sonra havada qarışıqdır. Həmçinin benzində qarışıqdır. 2, 3A. Saf maddələrə aiddir. Məsələn, benzində aid. Yəni, saf maddə müxtəlif maddələrə daxildir. Bəsit maddələr müəyyən, bu isə lazım deyil. Lazımdır, yəni kimyada belə lazım, demək olar ki, lazımsız deyə bir şey yoxdur. Yəni 7-ci sinif səviyyəsində yəni belə bir şey keçilmir deyə lazımı deyil. Elementlər metallara aiddir. Metalları istəyir bizdən. Metallar, məsələn, baxırsınız, hidrogen var, qaz da yox, getdi. Azot getdi, səhvdir. Sonra kükürt, qaz, yox, kükürt ümumiyyətlə, yəni metal deyil. Qaldı silisyum, kalsiyum, kuprum, baryum, berilyum, mangan. Silisyum metal deyil deyə bir dəqiqə, yəni siz məni aydın olmayanlar üçün silisyum həqiqətən də metal kimi götürülmür çox vaxt. Silisyum metal deyil. Gördüğünüz gibi. Daha sonra Atomda bu da gedib B variantı. Qeyri-metalları istəyir. Kalsiyum metal da getdi. Mangan da metal da getdi. Natrium da metal da getdi. Baryum daha sonra baryum da metaldı. Bor, silisyum, brom bir dəqiqə. Axı brom maye halda olan metaldı. Bir dəqiqə. Hə, yox, mən çaşmışdım burada. Hə, düzdür. Daha sonra etil spirtin tutan su ilə qarışığında hansı sular ayırmaq olar? Distillərlə. Xörək duzunun su ilə qarışığında hansı sular ayırmaq olar? Xörək duzu ilə su qarışığında bir-birlərindən buxarlandırma ilə ayrılır. Hansı ifadə bəsit maddə? Bu isə lazım deyil. Bəs bu da lazım deyil. Safman. İfadənin mənası yoxdur. Bu da lazım izah edeyim. Hava molekulu deyə bir şey yoxdur. Suda olan mayeləri ayırma olan distillə ilə. Məsələn, etil spirtli su, dəniz suyu. Dəniz suyu aiddir, ümumiyyətlə etil spirtli su. Suda həll olan bərklər aiddir, məsələn, buxarlandırma, kristallaşma. Burada buxarlandırma var. 8 atomlu S8 əmələ getirir. Kükürt olan variantı deyildi. 50'də deyik, 47'də iki hansı bir 3 atomlu bəsit maddə. 3 atomlu azon da aiddir deyə oksigen aiddir. C. 4 atomlular isə P4 ağ fosfor aiddir. Qarışıq istəyir bizdən. Hava təbii ki qarışıqdır. Yalnız qeyri-metallar olan cərgəni istəyir bizdən. Karbon və fosfor. Daha sonra bugünkü testimiz bu qədər. 50 sual işlədik. Növbəti gün görüşərik.